Birini futbol tarixindən sil. Buffon yoxsa Casillas? Casillas. Torres yoxsa David Villa? Torres mənə elə gəlir ki, o Liverpoolun daşıyıcı gücü idi, düzdür. Steven Gerrard var idi, amma qol yükünü Torres daşıyırdı. Amma David Villa Barcelona'da o adam ola bilmədi məncə. Amma İspaniyada oldu ya. Çox çətindir bu. Sorry Torres silirəm. Beckham yoxsa Figo? Təbii ki Figo. Beckham ürəkdir. Di Maria yoxsa Hazard? Di Maria çox underrated futbolçudur. Amma bu dəfə ona gücü də olsa haqqını təslim etmək istəyirəm. Onun üçün Hazardı silirəm. Rooney yoxsa Alan Shearer? Alan Shearer. İbrahimovic yoxsa Agüero? Agüero City tarixinin ikonasıdır. O çempionluq qolunu vurmuşdu. Amma Zlatan İbrahimovic həm meydandakı oyunu ilə, həm də şəxsiyyəti ilə bir futbol ikonasıdır. Məncə onu silmək düz olmaz. Onun üçün Agüero'nu silirəm. Scholes yoxsa Kevin De Bruyne? Kevin De Bruyne. David Silva yoxsa Fabregas? Çox çətindir. Amma Silvanı seçəcəm burada. Nəyə görə? Silva Premier Liqaya gəldi. Yeni qurulmağa başlayan Manchester City'nin liderlərindən birinə çevrildi. Amma Fabregas biraz Arsenalda qalıb onun liderliyinə çevrilməyi seçmədi. Xarakter nöqteyi nəzərdən mənə elə gəlir ki, burada Fabregas biraz arxadadır. Onun üçün Fabregas silirəm.